Üçüncü, ikinci şəxs kim o Asəf? İndi bəzi halda Asəf və Asif yazılır. İndi fərq eləməz. Mən onu qısa bir zamanda, yəni bir göz qırpımında gətirərəm deyir. Və bu xariquladə, yəni ki, qeyri-adi. Xariquladə, yəni ki, qeyri-adi, bu adi işdir. Mən bu qoyuram bura. Bu adi iş. Hələ var ki, var qeyri-adi bir iş. Qeyri-adi işi özünə nisbət verir. Ətikə. Mən o gətirərəm sənə. Əti gətirərəm kə sənə. Əgər Quran bu həqiqəti övliyaların, çox qəşəng mövzudur ha, həqiqətən mən xoşum gəlir. 10 dəqiqə qalır, vaxt belə gedir ki. Övliyaların və digər böyük şəxsiyyətlərin nəsihətlərinin, istək və arzularının, möcüzə, kəramət və bütün xariquladə işlərinin yaranmasına təsirli olduğunu demək istəsəydi, bundan daha adincə desin. Yəni, Allahın təsiri var bizim işlərimizə. Dövrün skeptikləri, yəni bu sahəm alimləri onu qəbul etsinlər və başqa mənaya yozmasınlar. 4. Bunu oxuyarsınız özünüzdə. Allah ikinci şəxsin, o Asəfin, bu qeyri-adi işi bacarmasının səbəbini, yəni bu necə olur ki, adam bunu bacardı, deyir. Onun kitab elmi ilə tanışlığını hesab edir. Bilirdi nəsə o kitabdan. Elmi kitablar, ilahi kitablar. O adi şəxslərin ixtiyarında olmayan hamda olmur. Və Allah bəndələrdə məxsus bir elmdir. Bəlkə demişəm nağd sizə. Kitab var Cəfr-i Camiə. Mən bunu oxumuşam 2002-2003-cü illərdə. Bu kitabı yox ya, bu mənlik deyil. Kitab var Pişavə gecələri. Oxumuşsunuz onu, 3 cilddir. Orada oxumuşam mən 2002-2003-cü illərdə. Bir də kitabı adı Cəfr-i Camiədir. O Cəfr-i Camiəni oxuyan adam imam deməkdir. Onu kim oxuyursa, o imam deməkdir. Yadına qalan budur ki, o vaxtda bunu verdilər kiməsə, deyirsən, İmam Səccadan oğlundan verdilər Zeydə. Ya Məhəmməd Hənəfiyə verdilər. Yadına qalmıyor. Bilən ki, ikisindən birinə. Deyir ki, mən imamlıq iddiası eləmirəm. Eləməyiblər həqiqətən də. Və mən bu oxuya bilmirəm. Bu mənlik deyil. Elə kitab, sənin içində bizə verirlər tibb, həkimin resepti oxuya bilmirik. Kimi oxuyur? Mütəxəssis. Musiqiçilərin qalanı kitab olur. Do, re, mi, fa, sol, la, si. Mən oxuya bilmirəm ki onu. Kim oxuya bilir? Mütəxəssis oxuya bilir. Deyim, elm var ki, o ancaq adamlar var, onlar oxuya bilirlər. Adamlara ki, hava verilməyib. Nəsə eləyiblər ki, Allah bu elmi onlara verib. Durduğu elə yox. İbrahim dedim belə, oğlu belə, İsmail filan filan, axırı gəl o da nə? İmamət məqamında. Boş şey deyil ki, bu. Burada həmçinin adi şəxslərin ixtiyarında olmur. Nə mənə adi? Yəni ki, mənəvi cəhətdən, ruhi cəhətdən adi insanlar. Mənə verilməz. Mən o adi insanlardan biriyəm. O məqama çatsan ki, Allah mənə bir şey sənə göstərir də. Eləncə olub alimlərdən. Mən, bizim ustadımız vardı, o bilirdi mənə şeyləri. Həqiqətən ha. Biz dərsində biz elə şey deyildi ki, o şey olurdu. Neysə, yəni belə bir şey olur. İndi də var. Elə adamlar var, sadəcə də mümkün həmin adam kasıb olsun, heç ruhani olmasın. Şərt deyil əbaqəbə əmmaməsi, hovuz oxusu, bu şərt deyil. Mümkün həmin insan kasıb olsun. Adi geyim giysin, kostyumla gəzsin, tapsıq olsun ayağında. O üçün deyirlər ki, gördüyün adamı özündən üstün bil. Bəlkə həmin adamdır. Yuxarı aşağı baxma. Mən saqqalım və mən Məhəmməd Ruhani əmmaməm var deyir, yox. Yuxarı aşağı bax, bəlkə həmin adam yaxşı sənə balacadır, balaca uşaq, amma səndən böyükdür. Mən hicablıyam, ərbəndə olmuşam, deyir, bəlkə nə olsa həmin adam hicabsızdır. Çox nə qədər adam var ki, əvvəli əla olub, axırı zay olub. Allah hamımızdan qorusun. Adam var ki, əvvəli zay olub, axırı yaxşı olub. Hür kimi də, əvvəli nə idi? Pis adam. Gəl olur, yaxşı adam. Oldu şəhid. Adam vardı, İmam Hüseynin, İmam Əlinin qatili, bədbəxt. Nəydi ona deyir?
İbn Mülcəm, Əbdürrəhman İbn Mülcəm. Hafiz, qari, nə. Axırlı cəhənnəmlik. Düşünmə ki, hə belə yox. Deyir adam var ki, Allah buna vermişdi, o buna Allahın buna verməliyinə lovğalanmırdı, yuxarı aşağı baxmırdı. O gözəlliyi saxlamışdı özündə, həmişə qalmışdı onda. Yəni çaşmadı da bu adam. Çaşanlar var idi. Mən haşiyə çıxamıyorum, bu din qutarsında da mən çox oxumuşdum. Məsələn, qal eybi yox. Bu da məlum mövzudur. Bələm baura, deyək ki, bərsisa. Bələm baura, bərsisa. Quranda var, Əraf surəsində olmalıdır. Ona işarələr. Ərafda oxumuşam mən, 2003-cü oxumuşam. Oxanda təfsiri bütöv. Mən ona qeyd etmişəm. Mən ciddən oxanıb təbii ki. Əvvəllər yaxşı insanlar. Onlar hər ikisi Bəni İsraildə abid. Çox çaşıblar. Nəfslərinə qul olublar deyimmi? Musaya qarşı çıxıblar. Firon yollarını çıxarıb. Yəni əvvəlimiz belə də axıra qədər yox, elə şey yoxdur. Ehtiyat olmaq lazımdır. Adam vardı ki, elə bir məqama çatmış ki, ona bir xüsusi elm var idi. Allah onu vermiş ki, nəyə müqavimdə? Yaxşı bəndə olduğu üçün. Peyğəmbər yaxşı bəndə olduğu üçün getdi Meraca. Bu cür elmlərə əlaqədar olmaq o qəbildən o şəxslərin Allaha olan yaxınlıqlarının məhsuludur. Allah Teala deyən bəndə deyə Allah bana verib də bunu. Bizdə verici boş şeydir. Bizim düşündüyümüz tərzdə. Adam özünü dəlliyə qoyur. Eşimirsiniz onu. Dəli aparır özünü. Qışqırır, bağırır. Elə deyirlər ki, deyirlər ki, verici götürmür deyə bu incidirlər. Ay bunlar bunu içmək niyə verilmir? 45 yaşım az qalır, ölməsə qalsa, 35 yaşın içərisindəyəm. Mən niyə verilmir? O da bizim dəyərli ruhanilərimiz var, möminə xanımlar var həqiqətən də. Avr ismətdir. Onlar niyə verilmir? Qibləsini tanımaya verilir. Necə yuyulmaq lazım, onda bilim ona verilir. Bu hamısı oyundur. Meydana gəlmək istəyir. Dinindən alıb-verilir, ticarət eləsin. Onlar baş qoşmuyor. Onlar xəstə insanlar həqiqətən də. Allah fikir verin, nazı peyz, tez qızı tez soyuyur. Bir ay, 2 ay, 1 il, 2 il məşhurlaşdı, pulun yığır, çıxar adam. Yoxdur. Nə internet səhifəsi var, daha bağlanıb. Nə nömrəsi işləyir, hanı bəs bu? Batıl bir işin ömrü az olur. O ki, haqdır, onun ömrü nə olur? Uzun olur. Allah buyurur ki, Quranda Asəfin sözünü. Qalə, kim? Əlləzi, o şəxs ki, indəhu. Hu yəni ki, o şəxsin indi yan deməkdir. Onun yanında elm var idi min dandən, mini baziyyə. Kitabdan müəyyən bir hissə elm var idi. Kitabdan bir qədər elmi olan adam Asəf bunu elədi. İndi gör, Rə'd surəsinin 43-cü ayəsində deyilən Peyğəmbərin peyğəmbərindən şahid olan kitabı bilən adam nə qədər çox bilir. Ki, məqsəd İmam Əli əleyhissalamdır. Buna qədər Allah ilimizi artıq etsin. Allah imanımızı kamilləsin. Amin. Allah axırımızı xeyirləsin. Allahümme salli ala Muhammed və Muhammed və accil faracahum.